Əvvəla Allahın salamı olsun hər birinizin üzərinizə. Mən Yusifova Ülviyə, Gədəbəy rayon sakini. Bu mənim qızım Qurbanova Aytəndir. 9 yaşı var Aytənin. Xəstəliyi anadan gəlmə bud çanaq çıxığı displaziyasıdır, hər iki tərəfli. Bu günə kimi 3 dəfə hər iki çanaqlarından ağır əməliyyat keçirdib. Hər iki çanaqlarında implant və milləri var. Əməliyyatlarımız da özəl klinikalarda olub, yaxşı insanların dəstəyi ilə. Aytən yenidən 4-cü dəfə əməliyyat olunmalıdır. Qılçalarında olan implantları və milləri çıxarılmalıdır. Aytənin bu əməliyyatı da özəl klinikada, uniklinikada olacaq inşallah ki. Həkimimiz də türkdür, Cengiz Çabukoğlu. Azərbaycana ayda bir dəfə gəlir, özəl klinikalara 3 günlük səfər edir, gəlir burada əməliyyatlarını edib gedir. İnşallah bu dəfə ayın 19-unda, bu ayın 19-unda uniklinikaya gələcək. Həkimi ilə də danışmışıq. İnşallah ki ayın 19-unda müayinə edəcək. 20-21-i əməliyyat günüsüdür. Mənim qızımın əməliyyatı üçün 7000 manata ihtiyacımız var. Özümüz Bakı şəhəri Hövsan kəndində kirayə qalırıq. Çox çətin şəraitdə yaşayırıq. Özümüz də Gədəbəy rayonundanıq. Kim istəsə Gədəbəydən də maraqlana bilərsiniz. Özüm də Şadlıq saraylarında 20 manata qəbulyan işləyirəm. 2 evladım var, hər ikisi də xəstədir, hər ikisi də davamlı müalicə alır, hər ikisi də əməliyyat olunmalıdır. Maddiyyata görə çox təəssüf ki, uşaqlarımın nə müalicəsini, nə əməliyyatlarını elətdirə bilmirəm. Buradan özümü tuturam yaxşı, xeyrsevər insanlara. Çox xahiş edirəm, mən ananın səsini eşidin, sizlərə qurban olaram. Çox çarəsiz, çıxılmaz vəziyyətdə qalmışam. Vaxtımız azdır, mənim balam tezliklə əməliyyat olunmalıdır ki, sağlamlığına qovuşsun, yaşıtları kimi məktəbinə gedə bilsin, təhsilindən geri qalmasın. 9 yaşı var, təəssüf ki, məktəbə belə gedə bilmir. Xahiş edirəm, mənim balama kömək edin, onun ayağa qalxmağına kömək edin ki, sağlamlığına qovuşsun, ayağa qalxıb yaşıtları kimi oynaya bilsin, məktəbinə gedə bilsin. Aytən təəssüf ki, dövlətdən də heç bir kömək görmür. Yəni, dövlət bizə nə Aytənə pensiya vermir, nə sosial yardım vermir. Dövlətin aylıq almadığımız üçün bizə sosial yardım da vermirlər. 2 xəstə uşaqla kirayələrdə qalmışıq. Xahiş edirəm görənlərdən mənim balama yardım edin, Allaha xatir. Əlaqə nömrəmiz də 055 762 58 11 055 762 58 11. Kim istəsə bu nömrənin WhatsApp-ı da var. Yazıb Aytəni öz gözünüzlə də görə bilərsiniz. Çox sağ olun, Allah hər birinizdən razı olsun, Allah köməyiniz olsun, var olun.